Salam Ribiyat. Demək ki, valideynlər uşaqlarınızın əlindən tutun. Son zamanlar uşaq oğurları peyda olubdu. Deyir uşağı oğurlayır, aparır, orqanizatını kəsir. Deyir bizdə də şey var, adı Qətibə xala var. Onun da nəvəsini oğurlayıblar. Xardasa bugün saat 9'un yarısı olarmış. Oğurlayıb aparıb heç uşaqdan xəbər yoxdur. Konfet deyib işləsən konfeti istəyirsən konfet. Uşaq da deyib da mən istəyirəm. Uşağı onun da götürüb aparıbdı. Məlum deyil xardadır uşaq. Ona görə valideynlər uşaqlarınızdan ehtiyat olun. Məktəbə aparıb gətirəndə uşaqların özünüz aparın, gətirin, əlindən tutun. Uşaqlardan ehtiyatlı olun. Vallahi valideynlər, mən narahat deyiləm. Mənim uşağım eşim uğrayan deyil. Mənim uşağım kim uğrasa deyəcək, mənə yemək ver, su ver, çay ver, filan şey ver. Elə bezəcək, qaytaracaq mənim uşağımı. Ona görə heç özümə aparıb gətirmirəm. Nağayrağı son zəngə uşaqlara format itirərsiniz. Az qələt eləyir mənim nəvəm oğurlayan. Keçən səfər bir kişi mənim nəvəm oğurlamaq istəyirmiş. Mənim nəvəm gətirib valladı mən həyat evində qalıram axı. Gətirdi kişini qapıya. O kişini işlətdik. Dalından da bir təpi vurdum yola satdım. Mənim nəvəmi kimdə az oğurlayan? Boş şeylərdə inanmayın. Ay valideynlər, hər vaxtınız xeyir. Bəs son zəngə nə alacağıq? Bəlkə deyirəm, hamı 50 manatdan pul yığsın, versin sinif rəhbərinə. Sinif rəhbər özü bilir nə qarsın. Ay sinif rəhbəri, siz də bir məsləhət verin. Deyirəm, valideynlər hamısı 70 manatdan, 80 manatdan atışsın. Uşaqlara format itdirək. Nə bilim, rəqs paltar alaq. Ay valideynlər, mən iPhone 16 Pro almaq istəyirəm. Orada bir qız var. Onu mən çox istəyirəm. Çox elə mənim yoldaşım da deyir ya, ona dayısının orijinal fenini al, yadaşı elə bir dənə iPhone 16 alarsan. Siz nə deyirsiniz? Yəqin siz də iPhone alarsınız. Az bu qrupda qızışıb özünüzdən lotulanmayın. İndi bilmirəm kiminsə dalınızda adam durub. Lotunuz var yəqin, amma mənim lotum yoxdur. Kasıb adamım. Mən keçən uşağıma nə geyindirmişəm, onu da geyindirəcəm. Özünüzdən konsept çıxartmayın. Kim format tikdirir, kim paltar tikdirir, tikdirsin. Mənim yoxdur, bacı, xətrinizə dəyməsin. Baldızım ad günümə 6 manata ətir almışdı yaşıl qarovkada. Heç ağzını açmamışam. Verəcəm uşağa, aparır kimə verir versin. Kimdə nə verir verərsən, Allah özümüzdən konsept çıxartmayın. Hələ bu birisi qızmışa bax ya, iPhone. Vallahi bizim hamı kimi imkanımız yoxdur. Qaldı ki gül verməyə, hədiyyə almağa deyil, nəvəmin əlinə qapıda üzrə güllər yetişdirmişəm. Yoluxluyub verəcəm, mənimə parsın versin. Kim gözünə soxur soxsun. İstəyir hədiyyə verirlər, verimlər də qara yola versinlər. Heç belə bax, belə mənim nə biləcəm. Mən vallahi Apple Watch'un saatları var ya, iPhone'un bahalı saatları. Ondan birini almışam. Atışırsınız 700 manat atışın, elə hamımız ondan alaq verək. Qoyun maraqlı olsun. Bir də bu yaltaqlığınızı yığışdırın ha. Hamı öz imkanına görə davransın. Kimin nə almağa gücü satır desin ki, bax mən bunu alacağım, mən buna imkan çatır. Yoxsa hamınız bundan alın, hamınız bundan alın. Cəmaət pul oturduğu yerdən qazanır, bunlar gecə yatdığı yerdən.